18 fevral. Qoç. Bugün Qoç bürcləri üçün enerjin çox yüksək olacaq, amma diqqətli planlama da vacibdir. Səhər saatlarında yeni ideyalar ortaya çıxa bilər, amma onları tələsmədən qiymətləndirmək daha faydalıdır. İşdə sürətli hərəkət etmək lazım gəlsə də, digər insanların fikirlərini nəzərə almaq sənə üstünlük gətirəcək. Münasibətlərdə səmimiyyət və dürüstlük diqqəti çəkəcək. Günün ortasında gözlənilməz bir fürsət ortaya çıxa bilər, onu dəyərləndirmək üçün açıq fikirli olmaq lazımdır. Axşam saatlarında aktivliyini azaltmaq, sakit musiqi dinləmək və ya təbiətdə gəzinti etmək enerjini bərpa edəcək. Bugün həm iş, həm də şəxsi həyatında balans yaratmaq üçün əlverişlidir. Buğa. Bugün Buğa bürcü üçün sabitlik və planlı hərəkət ön plandadır. Səhər saatlarında maliyyə məsələlərinə diqqət yetirmək və işlərini təşkil etmək uğur gətirəcək. Günün ortasında ailə və yaxın dostlarla ünsiyyət səni rahatladacaq və enerji verəcək. İşdə gözlənilməz kiçik dəyişikliklər ola bilər, amma səbirli və analizci yanaşmaq faydalıdır. Münasibətlərdə qarşı tərəfi dinləmək və anlayışlı olmaq münasibətlərin daha harmonik olmasını təmin edəcək. Axşam saatlarında rahatlamaq, sevdiyin fəaliyyətlə məşğul olmaq və ya kitab oxumaq enerjini yeniləyəcək. Bugün həm daxili, həm də xarici balans üçün əlverişlidir. Əkizlər. Əkizlər üçün bugün məlumat toplama və ünsiyyət ön plandadır. Səhərdən etibarən telefon zəngləri, yazışmalar və görüşlər aktiv olacaq. Yeni ideyalar və təkliflər günün ortasında ortaya çıxa bilər, onları dəyərləndirmək motivasiyanı artıracaq. İşdə çevik olmaq və bir neçə işi eyni vaxtda idarə etmək faydalıdır. Münasibətlərdə açıq danışmaq və dürüst ünsiyyət qurmaq sənin üçün uğur gətirəcək. Axşam saatlarında sakit və yaradıcı bir fəaliyyətlə məşğul olmaq, məsələn yazmaq, rəsm çəkmək və ya hobbilərlə məşğul olmaq enerjini bərpa edəcək. Bugün həm intellektual, həm də sosial fəaliyyət üçün əlverişlidir. Xərçəng. Xərçənglər üçün bugün ailə və ev mövzuları ön plandadır. Səhər saatlarında ev işlərini planlamaq və şəxsi həyatınla bağlı məsələləri nizamlamaq faydalıdır. Günün ortasında yaxın bir insanla səmimi söhbət etmək daxili rahatlıq yaradacaq və enerjini artıracaq. İşdə diqqət və intuisiyadan istifadə etmək qərarları düzgün verməyə kömək edəcək. Münasibətlərdə qarşı tərəfə diqqət göstərmək və anlayışlı olmaq günün harmonik keçməsinə səbəb olacaq. Axşam saatlarında sakitlikdə vaxt keçirmək, sevdiyin kitabı oxumaq və ya musiqi dinləmək enerji balansını bərpa edəcək. Bugün həm iş, həm də şəxsi həyatda sabitlik və harmoniya yaratmaq üçün əlverişlidir. Şir. Şirlər üçün bugün diqqət və yaradıcılıq ön plandadır. Səhər saatlarında iş və şəxsi layihələrdə liderlik qabiliyyətin ortaya çıxacaq. Günün ortasında yeni bir təklif və ya təşəbbüs motivasiyanı artıracaq və ətrafındakiləri da ruhlandıracaq. Münasibətlərdə cəsarətli və səmimi davranmaq qarşı tərəfi xoşbəxt edəcək. Axşam saatlarında dostlarla vaxt keçirmək, sosial fəaliyyətlərdə iştirak etmək enerjini artıracaq. Bugün həm işdə, həm də şəxsi həyatda özünü ifadə etmək və uğur qazanmaq üçün əlverişlidir. Günün sonunda müsbət enerji və motivasiya səni ruhlandıracaq. Qız. Qızlar üçün bugün məhsuldarlıq və diqqət ön plandadır. Səhər saatlarında işlərini planlamaq və prioritetləri müəyyənləşdirmək faydalıdır. Günün ortasında yeni məlumat və ideyalar işlərinin səmərəli irəliləməsinə kömək edəcək. Münasibətlərdə diqqətli və düşüncəli olmaq harmoniya yaradacaq. Axşam saatlarında sakit bir mühitdə vaxt keçirmək, meditasiya etmək və ya kitab oxumaq enerjini bərpa edəcək. Bugün həm məhsuldarlıq, həm də daxili sakitlik üçün əlverişlidir. Gün ərzində fokuslanmaq və planlı addımlar atmaq səni uğura aparacaq. Tərəzi. Tərəzilər üçün bugün sosial əlaqələr və balans ön plandadır. Səhər saatlarında ünsiyyət və əməkdaşlıqlara diqqət yetirmək faydalıdır. Günün ortasında maraqlı bir dəvət və ya əməkdaşlıq imkanları ortaya çıxa bilər. Münasibətlərdə açıq və səmimi olmaq həm iş, həm də şəxsi həyatda harmoniyanı təmin edəcək.
Axşam saatlarında sakit və rahat bir mühitdə vaxt keçirmək enerjini bərpa edəcək. Bu gün həm sosial, həm də emosional baxımdan aktiv və məhsuldar keçəcək. İş və şəxsi həyatda balans yaratmaq üçün günün fürsətlərindən yararlan. Əqrəb. Əqrəblər üçün bu gün introspeksiya və analiz ön plandadır. Səhər saatlarında ciddi məsələlərə fokuslanmaq və uzun müddətdir həll edilməyən problemləri gözdən keçirmək faydalıdır. Günün ortasında iş və şəxsi həyatla bağlı vacib qərarlar vermək lazım gələ bilər. Münasibətlərdə səmimi və ciddi davranış diqqəti çəkəcək. Axşam saatlarında sakitlik və tək qalmaq enerjini yeniləyəcək. Bu gün həm intellektual, həm də emosional baxımdan balans yaratmaq üçün əlverişlidir. Qərarları diqqətlə analiz etmək uğurlu nəticələr verəcək. Ox atan. Ox atanlar üçün bu gün geniş düşüncə və yeni imkanlar ön plandadır. Səhər saatlarında gələcək planları və layihələri nəzərdən keçirmək faydalıdır. Günün ortasında maraqlı xəbər və ya təklif motivasiyanı yüksəldəcək. Münasibətlərdə açıq və səmimi davranmaq həm iş, həm də şəxsi həyatda uğur gətirəcək. Axşam saatlarında sakit bir mühitdə özünə vaxt ayırmaq, musiqi və ya hobbilərlə məşğul olmaq enerji səviyyəni qoruyacaq. Bu gün həm motivasiya, həm də yeni ideyalar üçün əlverişlidir. Oğlaq. Oğlaqlar üçün bu gün məsuliyyət və planlama ön plandadır. Səhər saatlarında iş və şəxsi həyatda vacib qərarlar vermək üçün əlverişlidir. Günün ortasında ailə və şəxsi həyatla bağlı məsələlər diqqət tələb edə bilər. Münasibətlərdə ciddi, amma səmimi yanaşmaq faydalıdır. Axşam saatlarında sakitlikdə vaxt keçirmək enerjini bərpa edəcək. Bu gün həm iş, həm də şəxsi məsuliyyətlər üçün əlverişlidir. Planlı addımlar günün sonunda rahatlıq və uğur hissi verəcək. Dolça. Dolçalar üçün bu gün yaradıcılıq və sosial aktivlik ön plandadır. Səhər saatlarında yeni ideyalar və layihələrlə məşğul olmaq faydalıdır. Günün ortasında sosial çevrədən maraqlı xəbər və ya təklif gələ bilər. Münasibətlərdə səmimi və orijinal davranış sərgiləmək faydalıdır. Axşam saatlarında özünə vaxt ayırmaq və yaradıcı fəaliyyətlə məşğul olmaq enerjini artıracaq. Bu gün həm motivasiya, həm də yenilik günü olacaq. Gün ərzində ideyalarını paylaşmaq və başqalarından ilham almaq faydalıdır. Balıqlar. Balıqlar üçün bu gün intuisiya və emosional zənginlik güclü olacaq. Səhərdən etibarən hisslərin güclüdür və qərarları intuisiya ilə vermək asan olacaq. İşdə sakit, amma məhsuldar ritmdə irəliləyəcəksən. Günün ortasında xoş xəbər və ya rahatladıcı söhbət ola bilər. Münasibətlərdə mehriban, şəfqətli və anlayışlı olmaq sənin gücün olacaq. Axşam saatlarında meditasiya, musiqi və ya yaradıcı fəaliyyətlə məşğul olmaq enerjini artıracaq. Bu gün həm ruhunu, həm də ilhamını gücləndirir, yaradıcılıq üçün ideal gündür.